Əziz məclisudları, bu gözəl çıxışlardan sonra, bu gözəl, duyğulu şeiriyyətdən sonra bizim Naftalan şəhərindən bir gözəl şairəmiz gəlir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və bu yaxınlarda daha bir gözəl nailiyyət olacaq. Onun inşallah Tahirə xanım, prezident təqaüdünə layiq görülür Tahirə xanım. Yəni, biz onu səmimi qəlbdən Nur Ocağı adından təbrik edirik. Uzun ömür, can sağlığı, gözəl təblər, gözəl yaradıcılıq arzulayırıq Tahirə xanım. Bəlkə buyurub sizdə, bizim Gözəl Şəfək xanıma və bu qarşıdan gələn bütün bayramlarımıza ürəyinizdə olanlardan deyil. Bu günləri biz hamısı Nur Ocağının işığına yarışmışıq. Ancaq buradakı şairlərin hamısı mənim qəlbimdə hamısı yüksək bir yer tutur, dərin bir yer tutur. Ona görə ki, hamımız incə bir işə qulluq edirik, incə bir sənətə baxırıq. Yəni, burada kobud xarakteri insan ola bilməz. Hamımız incə təbiətliyik. İncə təbiətli insanlar da bir-birini daha incə başa düşür, daha gözəl başa düşür. Ancaq bugün hər şeydən də vacib biz Şəfək xanımın yaradıcılığına başvururuq. Bu günləri Şəfək xanımın günüdür. Şəfək xanım hər tərəfli yaradıcılığa məxsus bir insandır. Onun incə qəlbi, onun duyğulu qəlbi onun şeirlərindən süzülüb gəlir, qəlbimizə tökülür. Yəni, onun şeirlərini biz oxuduqca onun qəlbinin incəliyini duyuruq. Şeir mükəmməlliyini görürük şeirdə. Gözəl şeirləri qəlbimizə doğrudan da yağ kimi yayılır. Şəfək xanım, yəni onun yaradıcılığına söz yoxdur. Mən onun şeirlərini həqiqətən çox bəyənirəm. Mən qrupumuzda da demiş olaram. Yəni, belə şairlərimizi nəzərdən salmamaq lazımdır. Allah belə şairlərimizi ən yüksək zirvələrə ucatsın. Gün o gün olsun ki, Şəfək xanım xalq şairi olsun. Bu günləri onun yığıncağına biz yığışaq. Şəfək xanım ilk dəfə söz açanda vətənlə başladı. Vətən bizim ən incə, ən duyğulu bir yerimizdir. Vətənpərvər şairimizdir Şəfək xanım, həm də sevgi şairimizdir, həm gözəllik şairimizdir, həm duyğulu bir şairimizdir. Həm də sevgi şairidir. Xasay müəllim deyir ki, sevgi təşnəsi. Sevgi təşnəsidir. Xasay müəllim, yəqin eşidəcəksiniz. Sevgi təşnənizi biz burada adımızı çəkdik. İndi bir halda ki, Şəfək xanım vətənpərvərliklə başladı. İstər-istəməz mən də şairiyəm. Mənim də qəlbimdə vətənpərvərlik hissləri oyandı. Fikirləşdim ki, qoy bir mən də Azərbaycan şeiri deyim. Çünki desələr ki, soruşsalar ki, ən çox sevdiyin nədir? İstər-istəməz şairlər hamısı cavab verər ki, Azərbaycandır ən çox sevdiyim. Çünki Azərbaycandır, bizim balamız da, bizim anamız da, bizim özümüz də bu vətəndə boy atmışıq. Rast ki, belə oldu, mən onda Azərbaycan şeirini qoy söyləyeyim. Bu şeir, yəni, mən deyərəm ki, bəlkə də 3-cü Azərbaycan şeirdir yazılır. Əhməd Cavad yazıb, Səməd Vurğun yazıb, yəni mən yazmışam. Bunlar bir-birinə bənzər bir şeirlərdir. Dağlarının başı qarlı, ormanları hayvanarlı, insanları iftixarlı, qürurludur bütün zaman. Azərbaycan, Azərbaycan. Gəl bir olaq bu savaşla, döyüşərik canla, başla, bayrağımız gür alqışla dalğalansın ucalıqdan. Azərbaycan, Azərbaycan. Qonaqlıdır el obası, çöllərində su sonası, düzündə ceyran balası, vüsət alır ürək ondan. Azərbaycan, Azərbaycan. Çöllərində nərgiz gülü, zəmidə sarı sümbülü, cəhcəh vuranda bülbülü, qoy söz açaq bu bahardan. Azərbaycan, Azərbaycan. Tənəkləri çətir-çətir, saç çörəyi pendir tətir, doymadıqca yenə gətir, bir arzum var yaradandan. Xoşbəxt olsun Azərbaycan. Dolma, dovğa, göy kətəsi,
boldur göyü göyərtəsi, toyuq ətinin beçəsi, doymaq olmur heç dadından. Azərbaycan, Azərbaycan. Nənələrin nehrə yağı, süfrəsində axşam çağı, yeyəndə balla qaymağı, su içəsən bulaqlardan, dadı getmir dodaqlardan. Bağlarının zirvəsi qar, qışa qışla axır qar, könlüm gör nələr arzular, bir an gedər uzaqlara, yaranışdan sabahlara. Azərbaycan, sən bir çiçək, çiçəklərin ləçək, gözəllərin gözəl göçək, yığışıb bulaq başına, baxır ulduz sayrışına. Qalib gəlsin, sən ümidsən, bir işıqlı gələcəksən, sən həmişə bizimləsən, torpaqların sanki mərcan. Azərbaycan, Azərbaycan. Torpağını qucaqlarkən, qucağında qoy ölüm mən, gündən günə çiçəklənən, vətənimə qurbandır can. Azərbaycan, Azərbaycan. Biz bilirik bu diyarda, olmamışdır daldalarda, yaşad olur bu milvalla, qalacaqdır adın sənin, bu əbədi keçmişlərin. Yəni bu şeirim 33 kupletdən ibarətdir, ancaq çox uzun vaxtımız çox gedirdi, ona görə bəs elədim. Çox sağ olun, çox gözəl, çox sağ olun. Səni bir daha təbrik edirəm. Günü-gündən bol-bol yaradıcılığın ən yüksək zirvəsinə nail olasan. Minnətdarım əzizim, çox sağ olun, çox Yaradıcılığına minnətdarım. uçsuz bucaqsızlıq arzulayıram, bir sonsuz yaradıcılıq arzulayıram sizə. Minnətdarım. Sağ olun, var olun.